17 may tarixində Gürcüstanın Katolikos Patriarxı 3-cü Şio Tbilisidə ailə müqəddəsliyi günü münasibətilə keçirilən yürüşün sonunda Müqəddəs Üçlük Kafedral Kilsəsinin qarşısında etdiyi moizədə deyib ki, ölkədə demografik vəziyyət yaxşılaşmasa digər xalqların say baxımından gürcüləri üstələməsi təhlükəsi realdır. Bu açıqlama Gürcüstanın Azərbaycanlı icmasında ciddi rezonans və narahatlıq doğurub. Siyasi fəal Nərgiz Əliyevanın sözlərinə görə hakimiyyət tərəfindən Azərbaycanlılara uzun müddətdir ikinci dərəcəli vətəndaş kimi yanaşılır və patriarx sadəcə illərdir gizli aparılan siyasəti açıq şəkildə dilə gətirib. Əslində patriarxın bu çıxışı yenilik deyil. Yəni biz hakimiyyət tərəfindən dəfələrlə belə bir bizim milli azlıqların hüquqlarını tapdalayacaq, diskriminasiya yarada biləcək çıxışları eşitmişik və təbii ki, icma tərəfindən haqlı yerə bir mənalı qarşılanmadı bu çıxış. Sadəcə belə deyim də, patriarx bu dəfə açıq şəkildə bunların hamısını dedi. Amma mən vurğulamaq istəyirəm ki, əslində Gürcüstanda son illərdə yürüdülən siyasət, yəni bunu bütün cəsarətimlə deyirəm ki, elə buna da gətirib çıxardır. Yəni Gürcüstan Azərbaycanlıları tək biz yox, Gürcüstanda yaşayan milli azlıqlar bu hakimiyyət tərəfindən unudulmuş bir şəxslərdir və təbii ki, mən insanlarımızın, icmamızın, dəyərli fəallarımızın da fikirlərindən tamamilə razıyam. Çünki biz bu ölkənin tam hüquqlu vətəndaşıyıq. Gürcüstan mənim vətənimdir. Səbəx bir müharibə olsa uzaq olsun, səbəx hər hansı bir şey olsa, mən də oğul anasıyam, mən də oğlumu əskəriyə göndərib və yeri gəlsə vətən üçün vuruşmağa özüm də hazıram, ailə üzvlərim də hazırdır. Mən bir halda ki, bugün evimdə gələcək əskəri yetişdirirəmsə, mən bir halda ki, bu ölkənin çiçəklənməsi üçün əlimdən gələni edirəmsə, nədən mənə ikinci sort xalq kimi baxmalıdırlar? Bugün Gürcüstanın bayrağını ucaldan neçə Azərbaycanlımız var. İdman sahəsində, musiqi sahəsində, incəsənət sahəsində. Bunların hamısı Gürcüstanın adına yazılmırmı? Biz bu ölkənin vətəndaşı deyilikmi? Gürcüstanın da özəlliyi, Gürcüstanın da gözəlliyi elə ondadır ki, Gürcüstan çox millətli ölkədir və çoxlu xalqlar burada yaşayır və məhz buna görə bugün Gürcüstan günü-gündən inkişafa doğru gedir. Ona görə də çox kökündən səhv və düşünülməmiş bir ifadə idi. Demokratik vəziyyətin artırılması üçün ölkənin iqtisadi durumu düzgün şəkildə olmalıdır. Ölkənin iqtisadiyyəti yüksək olmalıdır, iş yerləri olmalıdır. Analıq məsələn haqqı var da, uşaq pulu var. Uşaq pulu verilməlidir. Yəni hər bir ailədə əgər biz istəyiriksə 3 uşaq olsun, 4 uşaq olsun, o uşağı dolandırmaq da var, boya başa çıxartmaq da var və bunun üçün təbii ki, ölkə öz vətəndaşlarına iqtisadi şəraiti yaratmalıdır ki, biz ölkəmizdə qalaq, elə gürcülər də olsun, digər xalqlar da olsun, onlar ölkəsində qalsın və övladlar dünyaya gətirsin və yetişdirsin, düzgün şəkildə normal vətəndaş kimi cəmiyyətə təqdim eləsin. Bugün Gürcüstanın 80% Avropadadır. Hansı demokratik vəziyyətdən danışırıq? İctimai fəal Ceyhun Məhəmmədəli isə qeyd edib ki, əgər dövlət ölkədəki iqtisadi problemləri həll etsə, əksər gürcü ailələri 1 və ya 2 uşaqla kifayətlənməzdi. O əlavə edib ki, patriarxın çıxışını tədbirdə iştirak edən çox saylı müsəlmanlar da dinləyib. Patriarxın dünənki çıxışına diqqət yetirsək, məzmun baxımından alqışlanasıdır. Bəli, ölkədə gürcülər belə deyək, ailə quranda 1-2 uşaqla kifayətlənir və qorxurlar övlad yetişdirməyə, övlad saxlamağa. Bu baxımından belə deyək, bu çox övladlığın təbliği məzmun baxımından doğrudan alqışlanması və önəmlidir. Ancaq bu bəyanatın məzmunu çox pis idi. Bəyanatın ünvanlanma forması çox pis idi. Bəyanatda patriarx gürcü ailələrinə, xristian ailələrinə belə deyək, çox övladlığı təbliğ etdiyi halda eyni zamanda ölkədə yaşayan başqa dinin, başqa millətin nümayəndələrini xoxan kimi göstərir. Təsəvvür eləyin, biz balaca uşağa yemək verəndə, uşaq yemək yeməyəndə qorxuduruq ki, bax, sən yeməyi ilə yeməsən, xoxan gəlib səni yeyəcək. Bax, buna bənzədir. Gürcü və xristian ailələrinə deyir ki, siz çox övladlığa diqqət etirməsəniz, ailənizi qorumasanız, başqa millətlər və başqa dinlər hansılar ki, öz dinlərini qoruyurlar, onlar çoxalacaqlar və Allah qorusun, ölkəmizi əlimizdən alacaqlar və sayda bizdən irəli keçəcəklər. Bu həqiqətən biraz diskriminativ, biraz çox ağır bir məzmundur. Çünki sabah o gürcü və xristiyan burada yaşayan müsəlmana bir potensial təhlükə kimi baxacaq. Ailələrin
belə deyək ki, çoxalmasının və yaxud da azalmasının səbəbi burada yaşayan müsəlmanlar və Azərbaycanlılar və başqa millətlər deyil. Gürcü ailələrinin çoxalmasının qarşısını alan ölkədəki iqtisadiyyatdır. Hansı ki, ailədə bir uşaqdan çox uşaq saxlamaqdan qorxurlar ki, sabah nə ilə dolandıracaqlar. Ölkədən miqrasiya problemidir. Ölkənin yarısı demək olur ki, ölkəni tərk edib iqtisadi problemdən dolayı ki, getsin belə deyək ki, qismət çörək qazansın. İqtisadi problemə, miqrasiya problemi həll olunsa, Gürcü ailələrdə çox uşaqlığa belə deyək, müraciət edəcəklər, üz tutacaqlar. Bu problemlər həll olunasıdır da, ölkədə müsəlmanlar və başqa millətlər problem deyil. Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov isə əhalinin artımının təmin olunması üçün ölkədə iqtisadi problemlərin aradan qaldırılmasının vacibliyini qeyd edib. Dünyada çox ölkələrdə bu kimi giləy-güzarlar var. Yəni millətin demoqrafik olaraq azalması, hər ölkə özünə görə bir cür buna reaksiya verir. Bizdə də bu tendensiya olduğu üçün yeni seçilmiş patriarx Şio cənabları öz fikrini bildirdi. Bəli, ailə dəyərləri müqəddəsdir, ailə bütün dinlərdə mühümdür, evlad olmalıdır, artmalıdır. Amma bunun bir tərəfi deyək, tək bu dini çağırışlarla olmur. Bu daha çox beynəlxalq təcrübə və standartlarda dövlətlərin himayəsindən hər doğulan uşağa dövlət müəyyən miqdarda hesabına pul köçürür, torpaq verir, ev verir, valideynlərin himayə ilə olur. Bu kimi məsələlər dövlət üstünə götürsə yaxşıdır. Valideynlər bəli, dini olaraq, mənəvi olaraq evlad dünyaya çox gətirə bilər. Bunun sonrasını da düşünürlər ki, biz uşağı bəs necə böyüdəcəyik? Təhsili var, bunun evi var, bunun ailəsi var. Buna görə də bu daha çox iqtisadi məsələyə bağlanır. Yəni dövlətin gücünə. Dövlət gələk burada himayə eləyir. Dövlət sözdən daha çox əməldə nəsə göstərməlidir ki, ölkədə olan millət artsın, azalmasın ya başqa ölkələrə getməsin. Burada tək azalma o doğum deyil, köç də bunun içindədir. Niyə? İnsanlar sosial-iqtisadi harda rifah görürlər, ora yönəlirlər. Ona görə bunların hamısı daha çox dövlətə olmalıdır. Amma biz də din adamları da çıxışlarımızda həmişə diqqətli olmalıyıq. Başqalarını incizəcək kəlmələrdən uzaq olmaq, həmişə birliyə, bərabərliyə, sülhə çağırmalıyıq. Artım tendensiyası, başqa qorxular, mən deyərdim, elə bir qorxumuz yoxdur. Niyə? Məsələn, müsəlman deyəndə, indi biz özümüzdən tutuq. Biz təkcə Azərbaycanlılar deyil burada. Acar qardaşlarımız da, Gürcüdürlər əslən, xalis Gürcü, onlar da müsəlman. Yəni, müsəlman olaraq, əgər qorxu artımdırsa da, artsa o Gürcü olaraq vardır. Əgər xristiyanlıqsa da, bu da yəni din üzərindən ayrı seçkilib, bu da doğru olmazdı. Daha çox vətəndaşlıq mövqeyindən yanaşmalıyıq və yenə də deyirəm, dinlərdən daha çox dövlətin məsuliyyətidir. Bu dinlər hamısı ailəyə dəyər verir, tövsiyə edir, təşviq edir evlada, tərbiyəsinə, təhsilinə, vətəninə xeyirli, faydalı olmaq üçün bütün dinlər bunu deyir. Qul olaraq, bəndə olaraq, insan olaraq. Amma əsas birinci dərəcəli məsələ dövlət. Yaxşı şərait yaratmalıdır, iqtisadi və himayə, sosial yardım. Yardım bir dəfəli müavinətlər əsasında deyil, evindən tutmuş, təhsilindən tutmuş, bütün sahələrdə böyüdülməsinə kimi dövlət öhdəsinə ki, onda daha çiçəklənəcək. Bütün ölkədə olan vətəndaşlar da, ailələr də dinindən asılı olunur. Onda başa düşəcək, himayə var, evlad dünyaya gətirməyi özünə rava biləcək. Yəni, məsələnin kökü dindən daha çox sosial-iqtisadi problemlərdir və diqqətsizlikdir. Yəni, belə deyərdim mən. Patriarxın da, yəni, mən görüşdüm şəxsən mərhum İlyanın dəfninin sabağı getdik, ziyarət elədik, görüşdük. Özü də bizə vurğuladı ki, bizim də yolumuz birlik, bərabərlikdir. Biz yəni bir ölkədə yaşayırıq. Yəni daha çox özü də bu məsələləri himayə elədi. İndi bu
dilə gətirilməkdə ki, təşviq etmək məqsədi ilə dilə gətirilibdir. Və bu da bunların bir çağırışıdır. Bu istəyirlər ki, ölkədə millət artsın. Yenə deyirəm, bu dindən daha çox dövlətin məsələsidir. İnşallah ki, bu məsələləri dövlət diqqət eləyər. Heç ortada belə bir daha belə narahatçılıq, narazılıq olmasın. Yenə də din adamlarının missiyası ayırmaq yox, birləşdirici olmalıdır, barışdırıcı olmalıdır və ixtilafları aradan qaldırmalıdır. Marneuli Bələdiyyə Məclisinin Lelo partiyasından olan deputatı Aqil Mustafayev sosial şəbəkədə vurğulayıb ki, Gürcüstanın gücü tarix boyu müxtəlif millətlərin və dinlərin qarşılıqlı hörmət və qardaşlıq şəraitində bircə yaşamasında olub və bu cür çıxışlar cəmiyyətdə qarşıtlıq yaradır. Siyasi fəal Əhməd İmamquliyev isə məsələyə fərqli yanaşıb. O, sosial şəbəkədə yazıb ki, Patriarx 3-cü Şiyonun səsləndirdiyi fikirləri diqqətlə dinləyib və orada Azərbaycanlılara qarşı heç bir negativ fikir eşitməyib. Adam dini rəhbər olaraq boynuna düşən məsuliyyətdən irəli gələrək öz millətinin artımından danışdı. Gürcüstanın mövcud problemini səsləndirdi, deyə Əhməd İmamquliyev qeyd edib. Hüquq müdafiəçisi Samirə Bayramova da məsələyə özünün sosial şəbəkə hesabında münasibət bildirib və qeyd edib ki, bizim ölkədə insanların bir-birini mənşəyə görə bölməsi çox ağrılıdır. Gürcüstanda istər Azərbaycanlı olsun, istər erməni, istər kist və ya digər etnik qrupun nümayəndəsi hamı bir ölkənin övladıdır. Hamı Gürcüstan vətəndaşıdır, deyə Samirə Bayramova qeyd edib.